Yayın birinci günü. Yay idi. Okullar bağlandı. Atam söz vermişti, okul bağlananda kəndə gedək. Bu araya gəldik ki, gələn gün tezdən yola düşək. Günəş doğmuşudu. Yalnız mən hələ də yatmışıdım. Atamın ürəyindən gəlməmişdi məni oyaldı. Qonşumuzu çağırmışdı, iki yandan məni yatağımla bir yerdə arabaya qoymuşdular. Araba şəhərin küçələrindən keçərək mən yuxudaydım. Atam istəmirdi mən oyanam. Tez-tez kişilərə tapşırırdı, səs salmasınlar. Gəzmələr də kişilərə göstəriş verirdilər, səssiz olsunlar. Mən bütün yolu uyumuşdum. Birdən bir səs eşidib yuxudan diksinərək qalxdım. Yan-gevrəmə baxanda şaşırdım. Gördüklərimi yuxu sanırdım. Çölün arxasında gizlənən atam birdən çıxdı. Ondaydı ki, hər nəyi düşündüm.